Sürücü olmaq göründüyü qədər asan deyil. Təbii ki, bunun da çətin tərəfləri var. Məsələn, kiçik bir səhv və ya qayda pozuntusu sürücülük haqlarından bizi məhrum edə bilər. Söhbət sürücülük vəsiqəsinin alınmasından gedir. Bəs bu hansı hallarda baş verir? Sürücü avtomobili sərxoş halda idarə edibsə, o saxlanılır. Dövlət Yol Polisi tərəfindən inzibati qaydada protokol tərtib olunur. Daha sonra sənədlər məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə iki qərar ola bilər. Ya cərimə ödənilir və yaxud da ki, həmin sürücü müvəqqəti olaraq sürücülük hüququndan məhrum edilir. Məsələn, 6 ay, 1 il müddətində məhrum edilə bilər. Yollarda avtoxuliqanlıq edənlər, digər sürücü ilə yarış məqsədi ilə ötmə əməliyyatı yerinə yetirənlər, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atanlar, siyahını uzatmaq da olar. Bu kimi qayda pozuntularına yol verən sürücülər məsuliyyətə cəlb edilə bilir. Bundan başqa qanunvericiliyə uyğun olaraq məhkəmə qərarı olmadan da sürücülük hüququndan məhrum etmə halları mövcuddur. Belə ki, qanunvericiliyə əsasən sürücü bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə qanunla müəyyən olunmuş əsaslar olmadan ödənilmədikdə, nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə olunduqda, bu əməl təkrar törəldildikdə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar, eləcə də nəqliyyat vasitəsinin istismarı qaydaların pozulması nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina edildiyi hallarda, habelə avtoxuliqanlıq əməli törəldildikdə, yalnız həkim tərəfindən fiziki şəxsə verilmiş xüsusi hüququn, yəni sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbih tədbiri tətbiq oluna bilər. Bəli, sürücülük hüququ xüsusi hüquqdur. Lakin fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda, bu hüquq 2 aydan 2 ilədək müddətə məhdudlaşdırıla bilər. Nigar Babayeva, Sədrəddin Mirzəyev, Zaur Haşimov, Telesər.